Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahummə salli ala Muhammedin və ali Muhammed. İmam Cəfər Sadiq əleyhissalam belə buyurmuşdur. Loğman öz övladına dedi: Oğlum, həsəd aparan, paxıllıq edənin 3 nişanəsi var. 1. Haqqında danışdığı şəxsin arxasınca qeybətini edər. 2. Sonra onun üzünə yaltaqlanar. 3 də başqasının narahatçılığına görə sevinər. Salamlayırıq əziz, dəyərli izləyiciləri. Allahın izni ilə təyəmmüm dərsini davam elətdiririk və təyəmmümün şərt olduğu digər yerləri keçirik ki, hansı hallarda biz təyəmmüm etməliyik. Əvvəlki dərsdə birinci yeri qeyd eləmişdim, indi keçirik ikinci yerə inşallah. İkinci qayda suyu əldə edə bilməməkdir. Bir insan düşübdür bir bölgəyə ki, o quyuda su var, amma o quyudan heç cürünə suyu çıxarda bilmir. Əlində ip yoxdur, vedrə yoxdur və s. vasitələr yoxdur. Bu zaman o təyəmmüm etməlidir. Əgər suyu quyudan çəkməyə əlində vasitələr yoxdur, amma bu vasitələr əvvəlki qiymətindən daha baha qiymətə satılırsa belə, onu almaq və yaxud da kirayəyə götürməklə belə olsa, şəriətdə qeyd olunur ki, bunu etsin. Həmçinin su üçün də bu keçərlidir. Su əvvəlki qiymətindən daha baha qiymətə satılsa belə, dəstəmazı, qusulu üçün onu almalıdır. Amma o əşyaları alması üçün ondan həddindən artıq çox pul tələb olunsa və o həmin alıcının vəziyyətinə zərər yetirsə, bu zaman alması vacib deyil. Əgər su əldə etmək üçün əlacsız qalıb borc etsə, borcu etməlidir və suyu almalıdır. Amma o insan ki bilir etdiyi borcunu qaytarıb-qaytarmayacaq və yaxud da ki şəkk eləyirsə, onda onun borc alması vacib deyil. Əgər bir şəxs ona minnətsiz şəkildə su bağışlayırsa, gərək o suyu qəbul eləsin. Keçirik üçüncü yerə. Üçüncü hissə suyun insan bədəninə həddindən artıq zərər verməsidir. Əgər bir şəxs sudan istifadə edəcəyi halda qorxur ki, bədənində və yaxud da ki, onun halı çox çətin olacaq və yaxud da ki, ona həddindən artıq zərər dəyəcək, onda bir eyib, nöqsan əmələ gələcək və yaxud da ki, şiddətli şəkildə xəstələnəcək. Bu insanın su ilə dəstəmaz qüsul alması vacib deyil, gərək təyəmmüm etsin. Ancaq suyun zərərini dəf edə bilirsə, gərək bu işi görsün. Məsələn, soyuq su ilə aldığı zaman bilir ki, dəhşətli şəkildə xəstələnəcək. Onda suyu isidə bilirsə, suyu gərək isidə, sonra qüsul və dəstəmaz ala. Suyun ona zərər verib verməyəcəyini yəqin etməsi vacib deyil. Elə güclü bir gümanı da olsa və o güman doğru gümanlardandırsa, yenə də təyəmmüm eləsin. Suyun ona zərər verəcəyindən yəqini və ya ehtimalı olan şəxs təyəmmüm edirsə və təyəmmümdən sonra hələ namaz qılmamış başa düşürsə ki, xeyr, mən su ilə dəstəmaz qüsul etsəm, onun mənə heç bir zərəri yoxdur. Bu zaman o insanın təyəmmümü batildir və həmin o namazı üçün qüsul və dəstəmaz almalıdır. Əgər təyəmmümlə namaz qılandan sonra başa düşsə ki, suyun ona heç bir zərəri olmayacaq və bu zaman həmin insan təyəmmümlə qıldığı namazını təzələməlidir, su ilə dəstəmaz qüsulunu edib yenidən o namazı qılmalıdır. Dördüncü hissə məşəqqət və çətinlik vaxtı. Bir insan su tapmasa və yaxud da suyu istifadə edəcəyi müddətdə çətinliyə və dözülə bilməyəcək bir zəhmətə düşəcəyi təqdirdə o təyəmmüm etməlidir. Əgər insan suyun ona zərər verməyəcəyindən arxayın olub, su ilə dəstəmaz qüsul etdi və onlardan sonra gördü ki, xeyr, ona bir zərər toxunubdur su vasitəsilə. Onun dəstəmaz və qüsulu doğrudur. İstər müsəlman olsun, istərsə qeyri-müsəlman. Əgər onların canı təhlükə altındadırsa, gərək insan əlindəki suyu onlara versin və özü təyəmmüm etsin. Heyvanların da barəsində bu hökm eynidir. Amma bir şəxsin əgər əlində iki cür su varsa, biri çirkli su, biri isə təmiz su. O təmiz su ilə gərək qüsul eləyə, o çirkli suyu əgər heyvan içə bilirsə, o çirkli suyu heyvana verməlidir.
Altıncı hissə odur ki, əlində az bir miqdar su qalıbdır və dəstəmaz qüsul etsə, paltar və bədənini pak eləməyə su qalmayacaq. Bu təqdirdə alimlər deyir ki, o insan əlində olan az miqdar su ilə paltar və bədənini birinci pak eləməlidir. Su qalmadısa da təyəmmümlə namaz qılmalıdır. Amma üzərinə təyəmmüm etmək üçün bir şey yoxdursa, onda o insan su ilə, az miqdar su ilə dəstəmaz və qusulunu etməli, o paltar ilə də namazını qılmalıdır. İstifadə edilməsi haram olan və qəsbi olan sudan başqa su yoxdursa, bu zaman gərək insan təyəmmüm etsin. 7-ci yer, vaxtın dar olma səbəbi. İnsan dəstəmaz və ya qusul edəcəyi müddətdə bilir ki, namazının yarısı və yaxud da ki, bütövlüklə qəzaya gedəcək, onda təyəmmüm etməlidir. Əgər qüsul və dəstəmaz etməyi uzatsa, ta namazın axır vaxtını təyəmmüm ilə qılsa, o namazı gecikdirdiyinə görə günah etmiş sayılır, amma təyəmmümlə qıldığı namazı doğrudur. Alimlər buyurur ki, ehtiyata əsasən o namazın qəzasını yerinə yetirsin. Dəstəmaz və qusul edəcəyi müddətdə namazının qəzaya gedib getməməsi barədə şəkk edən insan gərək təyəmmüm etsin. İnsan su ilə dəstəmaz və qusul edib namazını ixtisarlaşdırıb, yəni sadəcə vacibləri deyib, müstəhəbləri, yəni bəyənilən işləri görmədən qıla biləcəyinə vaxtı varsa, onda elə su ilə dəstəmaz qusul etməlidir və namazı müstəhəblərsiz qılmalıdır. Hətta surəni oxumağa vaxtı olmasa da belə, onda surəni də oxumamalıdır. Burada Fatihənin yanındakı surədən söhbət gedir. Yəni Fatihə surəsi oxunacaq, ondan sonra məsələn İxlasdırsa o oxunmur, ruku, səcdə bu şəkildə. Təyəmmümün şərt olduğu 7 yeri diqqətinizə çatdırdıq. Allahdan hər birinizə müvəffəqiyyət və zehin açıqlığı arzu edirəm. Vəssalamu aleykum və rəhmətullah.